rejissoru Kubrick yüksək rütbəli bir mason idi. Bəlkə də bu səbəbdən gördükləri qarşısında susmadı və filmində bunları anlattı və nəticədə film bitdikdən cəmi bir neçə gün sonra öldü. Həkimlər ölüm səbəbini ürək tutması olaraq açıqladılar. Amma Kubrickin arvadı ərinin son günlərdə qorxduğunu, otaqdan çıxmaq istəmədiyini və evindən çıxdığı bir vaxt güllələnərək öldürüldüyünü söylədi. Və daha bir təəccüblü fakt, filmin rejissoru Kubrick yüksək dərəcəli bir mason idi. Bəlkə də buna görə gördükləri qarşısında susmadı və bunları filmində açıq şəkildə göstərdi. Hətta bu qədər məşhur bir rejissorun dəfni ilə bağlı internetdə demək olar ki, heç bir görüntü yoxdur. Ağla gələn sual isə budur. Əgər bu film Illuminatini izah edirsə, Rothschild ailəsi niyə öz evinin istifadə olunmasına icazə verdi? Cavab sadədir. Kubrick də bir mason idi və bu filmin çəkilişləri 4 il davam etdi. Çünki məzmunun hər kəsdən gizlətməyə çalışırdı. Hətta Tom Cruise və Nicole Kidman belə demişdilər. Bəli, biz 4 il bir filmdə oynadıq, amma mövzunun nə olduğunu hələ də bilmirdik. Deyəsən film bitdikdən cəmi 4 gün sonra Kubrick'in niyə öldüyü də aydın oldu. Arvadı Kubrick'in ölümünün bir qətl olduğunu desə də, heç bir media qurumu bu sözləri yayımlamadı. İstər Illuminati deyin, istər başqa ad verin. Amma bu dünyanı idarə edən biriləri var. Atılan hər addımı gedilən hər yeri nəzarətdə saxlamağa çalışan dərin bir güc mövcuddur. Bəziləri bu təşkilatın, yəni Illuminatinin şeytanla birlikdə çalışdığını iddia edir. Əgər diqqət etsəniz, Kubrick bu filmdə sihir səhnələrinə və qeyri-adi sözlərin oxunduğu gizemli dini ayinlərə böyük bir həssaslıqla yanaşır. Məncə bu bir çox sirrin açılması üçün kifayətdir. Gördükləriniz sadəcə bir film idimi? Yoxsa Kubrick'in son etirafı, bəlkə də bu dünyanı idarə edən güclər həqiqətən var. Bəlkə də biz hər gün gördüyümüz simvolların, eşitdiyimiz adların arxasında gizlənən həqiqətləri fərq etmirik. Və bəlkə də Stanley Kubrick bu filmi ilə bizə bir mesaj buraxdı, amma bu mesajı anlayanların sayı çox az oldu. Sizcə bu film təsadüflərdən ibarətdirmi, yoxsa hər detal bilinçli şəkildə yerləşdirilib? Fikirlərinizi mütləq şərhlərdə yazın. Əgər bu cür tarixi gizemli qaranlıq simvollar və pərdə arxası həqiqətlər maraqlıdırsa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Çünki burada görünməyənlər danışılır. Növbəti videoda görüşənədək Yasin Orucov. Sağ olun və Allah amanında qalın.